Bu da 6 arvad alıb birindən yarım et bədbəxt. Yaşasam da olmayacaq. Onu demirlər axı. Ay səsim qaralıb. Hamı deri bir nəfər kimi. Sonuncu bir yubileydir. Bizim üçün çox dəyərlidir. Sonra bir ad günü eləməyəcəm mən. Nə qədər pul yazdırırsan ay Şəbidə görək hələ. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Şou biznesin ağsaqqalı kimi təqdim olunan Manaf Ağayev 60 illik yubileyini təmtəraqlı şəkildə qeyd elədi. Mənə xoş gördük sizi. Əvvəla təbrik edirik Maqazin Plus adından, ARB televiziyası adından. Bu mənim 60 illik yubileyimdir. Sonuncu bir yubileydir. Yəni yaşasam da olmayacaq. Niyə olmayacaq? Bir 50'lik, bir 60 illik keçirmişəm inşallah. Olsa da ailə daxilində də, yəni belə təntəraqlı bir də dedim, ona görə də içimdən gəldi ki, bunu eləyim bir, o deyirləri sonuncu bir sənətdə konsert, mən də dedim sonuncu bir sənət yoldaşlarımdan bir böyük eləyim, yəni bununla da sonra bir ad günü eləməyəcəm mən. Belə bir qərara gəlmənizdə səbəb nə oldu? Yəni Səbəb deyəcək ki, yəni cəmaatı yormaq, əsrindən ad gününə dəvət eləmək, eləyərlərə yaxın 5-10 nəfər, mən sevmirəm. Amma bu mənim dostlarımdan irəli gəlir ki, yubileydir də, yəni bir də nə bilirsən nə olacaq. Bunu keçirdək, ona görə də cəmaata əziyyət verməmək barəsində, yəni sabah 61-dir, bir gün 62-dir, ad günümə gəl, yəni bunlar bu niyyətlə deyirəm. sizin 100 illiyinizi gözləyir. Ay Manaf müəllim, ona sözü deyirsiniz. İnşallah. Sizi sevənlər onu gözləyir, biz sizi deyirik. Siz onu arzulayın, Allah bilən məsləhəti, amma mən nə bilim, Allah bilən məsləhəti. İnşallah nəvələrinizə yəqin toyuna hazırlaşarsınız, onların toyunu keçirərsiniz. nəvələr- Ona görə artıq rahatsınız ki, bilirsiniz nəvələrinizin toyunda dostlanışlarınızı O nəvələr heç də, nəvələr mütləq. Özə mən böyük toydan çox kiçik toyu həmişə deyirəm ki, yəni həyatdır. Nə bilirsən böyük toy, amma bəri-başdan kiçik toy vardı, o da bir toydur. Şou əhlini başına yığıb bir vur çatlasın elədi ki, gəl görəsən. Manaf müəllim bizim üçün çox dəyərlidir. Mən onu ürəkdən təbrik edirəm. Hər zaman xoş günlər bol olsun. Balaların inşallah xoş günlərində görüşmək ümidi edirəm. Nə qədər pul yazdırırsan ay Şəbidə görək hələ. Onu demirlər axı. Deyirlər hamı deri bir nəfər kimi. Mən demirəm. Nə arzu olursun Manaf müəllim? Ən xoş arzularım, özümə, ailəmə, sevdiklərimə arzu edirəmsə, Manafa da onu arzu edirəm. Nasbar xanım, xoş gördük sizi. Necəsiz? Yaxşı, çox Hər zaman yaxşı olasınız. İlk təbrik alaq, sonra sizi yola salaq. təbrik alam. Görürsünüz də, bütün şou əhli maşallah buradadır. Manaf hamımızın əzizidir. Xoş gördük. Allah can sağ olun. Bir xanım öz qardaşına, öz doğmasına nə arzulayar? O arzuları mən hər zaman Manafa arzulamışam. Çünki Manaf qeyrətli oğuldur. Manaf dosta canı yanandır, ailəyə, istər xanım, istər bəy. Hər kəs Manaf deyib üstünə qaçır. Manaf, sənə uzun ömür arzulayıram. Təşəkkür edirəm. Yetərin qədər Allah sənə şanını, şöhrət ver, ruzuvi yetirib. Bircə ən müqəddəs olan sağ canını arzulayıram. Təşəkkür edirəm. Canın sağlam olsun. Səsin ömür boyu üstündə qalsın. Heç vaxtı ay səsim qaralıb, ay səsim falan olub deməyəsən. Sağ ol. Çünki səni insanlara sevdirən, sənə şöhrət gətirən, ruzuvi, bərəkətli yetirən səsin olub Allahdan. Bax onu mən sənə arzulayıram, heç vaxt itirməyəsən. Çox sağ ol. Nə deyim? 100 yaşı qeyd eləyək. Uzun ömürlər, xeyirli, bərəkətli ömürlər arzu edirəm. Manafa gecə saat 3-də, 4-də, 5-də zəng elə Manaf. Mən dara düşmüşəm, o gələsi oğuldur.
Ona görə mən Manafı öpürəm. Ona can sağlığı, uzun ömür. Balalarının xoş gününü ona Allah qismət eləsin. Manaf artıq oturuşmuş şəxsiyyətdir də. Manafı artıq hamı tanıyır olduğu kimi. Valla 60 yaşı deyirsiniz də. Plastik əməliyyat da eləməyib. Bu nətər belə cavan qalıb? Məətəl qalıram buna. Mənim diqqətimi nə çəkdi? Hal-hazırda səhnədə sizin o rəqsiniz və Manaf Ağayevi özünü tapa bilməsəz də şəkli ilə xüsusi bir rəqs etdiniz. O da Maqazin Plus kamerasına yansıdı. Mən heç ümumiyyətlə salam necəsiz? Bu da 6 arvad alıb birindən yarım ip bədbəxt. Bu da 6 arvad alıb birindən yarım ip bədbəxt. Yaşasam da olmayacaq. Onu demirlər axı. Ay səsim qaralıb. Hamı deri bir nəfər kimi. Sonuncu bir yubileydir. Bizim üçün çox dəyərlidir. Sonra bir ad günü eləməyəcəm mən. Nə qədər pul yazdırırsan ay şəbəkədə görək elə. Şou biznesin ağsaqqalı kimi təqdim olunan Manaf Ağayev 60 illik yubileyini təmtəraqlı şəkildə qeyd elədi. Manaf, mən xoş gördük sizi. Əvvəla təbrik edirik Maqazin Plus adından, ARB televiziyası adından. Bu mənim 60 illik yubileyimdir. Sonuncu bir yubileydir. Yəni yaşasam da olmayacaq. Niyə olmayacaq? Bir 50-lik, bir 60 illik keçirmişəm inşallah. Olsa da ailə daxilində də, yəni belə təntəraqlı bir də dedim, ona görə də içimdən gəldi ki, bunu eləyim bir o deyirlər sonuncu bir sənətdə konsert. Mən də dedim sonuncu bir sənət yoldaşlarımdan bir böyük eləyim. Yəni bununla da sonra bir ad günü eləməyəcəm mən. Belə bir qərara gəlmənizdə səbəb nə oldu? Yəni Səbəb deyəcək ki, yəni cəmaatı yormaq, əslində ad gününə dəvət eləmək, eləyərlərə yaxın 5-10 nəfər, mən sevmirəm. Amma bu mənim dostlarımdan irəli gəlir ki, yubileydir də, yəni bir də nə bilirsən nə olacaq. Bunu keçirdək. Ona görə də cəmaata əziyyət verməmək barəsində, yəni sabah 61-dir, bir gün 62-dir, ad günümə gəl, yəni bunlar bu niyyətlə deyirəm. sizin 100 illiyinizi gözləyir. Ay Manaf müəllim, ona sözü deyirsiniz. İnşallah. Sizi sevənlər onu gözləyir, biz sizi deyirik. Siz onu arzulayın, Allah bilən məsləhəti, amma mən nə bilim, Allah bilən məsləhəti. İnşallah nəvələrinizə yəqin toyuna hazırlaşarsınız, onların toyunu keçirərsiniz. nəvələr- Ona görə artıq rahatsınız ki, bilirsiniz nəvələrinizin toyunda dostlanışlarınızı O yığın. nəvələr heç də, nəvələr mütləq. Özə mən böyük toydan çox kiçik toyu həmişə deyirəm ki, yəni həyatdır. Nə bilirsən böyük toy, amma bəri başdan kiçik toy vardı, o da bir toydur. Şou əhlini başına yığıb bir vur çatlasın elədi ki, gəl görəsən. Manaf müəllim bizim üçün çox dəyərlidir. Mən onu ürəkdən təbrik edirəm. Hər zaman xoş günlər bol olsun. Balaların inşallah xoş günlərində görüşmək ümidi edirəm. Nə qədər pul yazdırırsan ay şəbəkədə görək elə. Onu demirlər axı. Deyirlər hamı deyir bir nəfər kimi. Mən demirəm. Nə arzu olursun Manaf müəllim? Ən xoş arzularım, özümə, ailəmə, sevdiklərimə arzu edirəmsə, Manafa da onu arzu edirəm. Nasbar xanım, xoş gördük sizi. Necəsiz? Yaxşı, çox Hər sağ ol. zaman yaxşı olasınız. İlk təbrik alaq, sonra sizi yola salaq. Təbrik alam. Görürsünüz də bütün şah əhli maşallah buradadır. Manaf hamımızın əzizidir. Xoş gördük. Allah can sağ olun. Bir xanım öz qardaşına, öz doğmasına nə arzulayar? O arzuları mən hər zaman Manafa arzulamışam. Çünki Manaf qeyrətli oğuldur. Manaf dosta canı yanandır, ailəyə, istər xanım, istər bəy. Hər kəs Manaf deyib üstünə qaçır. Manaf, sənə uzun ömür arzulayıram. Təşəkkür edirəm. Yetərin qədər Allah sənə şanlı, şöhrət ver, ruzuvi yetirib. Bircə ən müqəddəs olan sağ canını arzulayıram. Təşəkkür edirəm. Canın sağlam olsun. Səsin ömür boyu üstündə qalsın. Heç vaxtı ay səsim qaralıb, ay səsim falan olub deməyəsən. Sağ ol. Çünki səni insanlara sevdirən,
sənə şöhrət gətirən, ruzivi, bərəkətini yetirən səsin olub Allahdan. Bax onu mən sənə arzulayıram, heç vaxt itirməyəsən. Çox sağ olun. Nə deyim? 100 yaşını qeyd eləyək. Uzun ömürlər, xeyirli, bərəkətli ömürlər arzu edirəm. Manafa gecə saat 3-də, 4-də, 5-də zəng elə Manaf. Mən dara düşmüşəm, o gələsi oğuldur. Ona görə mən Manafı öpürəm, ona can sağlığı, uzun ömür. Balalarının xoş gününü ona Allah qismət eləsin. Manaf artıq oturuşmuş şəxsiyyətdir də. Manafı artıq hamı tanıyır olduğu kimi. Valla 60 yaşı deyirsiniz də. Plastik əməliyyat da eləməyib. Bu nətər belə cavan qalıb? Məətəl qalıram buna. Mənim diqqətimi nə çəkdi? Hal-hazırda səhnədə sizin o rəqsiniz və Manaf Ağayevi özünü tapa bilməsəz də şəkli ilə xüsusi bir rəqs etdiniz. O da Maqazin Plus kamerasına yansıdı. Mən heç ümumiyyətlə salam necəsiz? Bu da 6 arvad alıb birindən yarım ip bədbəxt.